Əziz kanal izləyiciləri, xahiş edirəm bu videonu keçməyin. Mən sizə 1 hektar yarımın içərisində 2 dənə ev olan və bağı olan, fındıq bağı olan bir mülk çıxartdım. Oğuz rayonu Kərimli kəndində. Əsas yola yaxın, əsas yoldan 150-200 metr məsafədə. Başlayaq bu evdən. Burada bax belə bir mətbəx hissəsi deyim. Naves, başında mətbəx, arxasında daha bir otaq və sanitar qovşağı. Burada belə bir otaq və burada da sanitar qovşağı. Gördüyünüz kimi. Və digər evdə burada isə belə bir lap o nənə baba evlərindən bir dənəsi var. Mətbəx hissəsi və digər 2 otaq. O qapılara da fikir verin, nostaljik. Burada isə belə bir otaq yenə. Deməli o əsas giriş darvazasından gələndə 2 dənə deməli naves, orada 2 otaq, sanitar qovşağı və bu 3 otaq, bu ev. Bu hissə isə bağ, fındıq bağıdır. İndi isə keçək fındıq bağına. Deməli əziz dostum, bu isə fındıq bağı ərazinin. Burada deməli 250 topa yaxın fındıq var. Təqribi ortalama 10.000 manata qədər sezonda, yəni ildə bir dəfə 10.000 manata yaxın bu bağ sizə meyvə verir. Və buranın daimi suyu var. Bax gördüyünüz o arx hissəsi. Bütün deməli bağın bütün ətrafı həmən bu arxla əhatəlidir və çox asan bir şəkildə suvarma sistemi burada var. Və o su dağlardan gələn sudur ki, paylaşır bu bağda və ağacları suvara bilirsiniz. Daimi, pulsuz, yəni dağdan gələn sudur. Su problemi yoxdur burada. Və əgər siz istəsəz bu bağı ayrıca almaq, bunu təklif edirəm mən sizə 100.000 manata. Amma evlərlə bir yerdə götürmək istəsəz 150.000 manata təklif edirəm. Və bu bağın da təyinatı yaşayış məntəqələri torpaqlarıdır. Və bir şey də qeyd edeyim. Evlə birlikdə buranı alanda istəsəz evdən də bura giriş verə bilirsiniz. O gördüyünüz o darvaza ki var, o bağın digər tərəfində. Oradan da siz bura giriş verə bilərsiniz. Yəni yol, maşın yolu. Bütün bağın ətrafından gəlib keçir. Həm evdən də giriş verə bilirsiniz bura. Oradan da giriş verə bilirsiniz. Internet xətti, qaz xətti, bütün kommunal xidmətlərin olduğu bir yerdir. Bilmirəm, buradan siz görürsünüz ya yox. Dağlarla da əhatəlidir, gözəl dağ mənzərəsindən də əhatəlidir. O qədər ürəyimə yatdı ki bu bağ. Allaha and olsun deyirəm. Özümdə imkanım olsa mən bu dəqiqə alaram. Düşünməmiş alardım bu qiymətə. İndi kimin imkanı var? Allah hamının malına, mülkünə xeyir gətirsin. Həmişə yaxşı işlər olsun. Kimin pulu var, imkanı var, gəlsin. Bax belə bir sizə təklif eləyirəm. Videolarda öz rəylərinizi bildirməyə unutmayın. Kanalımıza abunə olmağı unutmayın ki, Azərbaycanın bütün kənd, qəsəbə, şəhər və rayonlarından sizə mülklər paylaşırıq. Sadəcə bir takib atın, səhifəni, videonu bəyənməyi unutmayın. Hələlik